Bu Pitreş yigitleri indi irtəgə nıq adımları bilan hərbi kəslərdə atlayacaqlar. Rayonun 13 armiyaga çağırılışı yigitni xizmət orununa tantanalı rəvişdə azatdılar. Ətiyənilər göz yaşlarını yaşırmadı. Tik izlərində ulları üçün qürurluq çağılaydı. Qutlav sözlərini İlham Kaşapov da jitkirdi. Этим ребятам на сегодняшний день выпала такая достойная миссия – защищать нашу родину, Россию, Татарстан и наш район. Я уверен, что они будут с гордостью нести звание, что они из Пестричинского района, что они здесь родились. Я уверен, что они достойно будут выполнять указания своих командиров и надеюсь, что они вернутся живыми, здоровыми, возмужавшими. Rayonda çağırılıq komissiyası 1 oktyabrda start aldı. Bizning yigitlar başlıca şeflik kəslərində xizmət edəcəklər. Пестричинский район заключил шефские связи с Pitreş rayonu Adler ham Samara şəhərlərindəki hərbi kəslər bilan şeflik elmtələri urnaşdırdı. Soçiga indi bir türküm Pitreşlər getdi. Hazır mənə Samaraga uzatabız. İski Şığali avulundan kelgan zor delegasiya bu günü Rail Sattarovni da uzatdı. В основном все друзья почти служили, я тоже стремлюсь к их примеру. Dostlarım xizmət etdi, mən də onlardan örnək alam. Onlardan qoluşmasqa tırışam. Надеюсь, что все будет хорошо, мы его будем ждать. Barısı da ibət bulur. Biz onu kütəşək, biz şunu unutmasın. Ənilər hər vaxt kütüb, sağınıb duralar. Barlığı kızgı çağırılış barışında Pitreş rayonundan xizmət etdi orunlarına 35 yigit getəcək.